Barış səsi. Qarı körpüsü. Qədim zamanlarda Morov dağının ətəyində, Tərtər çayının düz qırağında tək-tənha bir qarı yaşayırdı. Onun hər nəyi var idi. Çoxlu inəyi, qoyun quzusu, keçisi, ördəyi, qazı, toyuğu, cücəsi və arısı. Nehrəsi yay-qış ağacdan asılı olurdu. Səbət-səbət yumurtanı, küpə-küpə balı bilmirdi hara qoysun. Evinin arxasında bir bağ salmışdı ki, qozunu, fındığını, almasını, armudunu, əzgilini, zoğalını, moruğunu, qaraqatını yığıb-yığışdırmaq olmurdu. Qarı körpüsü kitabı Dənizçin Yayım evində nəşr olubdu və 7 yaşdan yuxarı uşaqlar üçün münasibdir. Bu kitab və başqa türkü kitabları barışsəsi.com-dan şirin balalarınıza alıb oxuya bilərsiniz.